Demək neçə yaşımız var maması? 6 yaşı var. 6 yaşım var. Adımız necədir? Uğur xan. Hal-hazırda şikayətiniz nədən ibarətdir və bu şikayətlər nə qədər müddət davam edir? Hardasa bir ildir davam edir. Şikayətlərim ən çox bu burun tıxanıqlığıdır. Bəli. Bir də bu öskürəyi ilə bağlı. Öskürəklə. Bunda xışıltı olmur, amma quru öskürək çox olur. Ən çox şikayətim bununla bağlıdır. Burun tıxanıqlığı ancaq qış fəslində olur? Yayda olmur. Yayda olmur. Yox, yayda olmur. Qış fəslində olur. Bir də axıntısı elə olur çox davam edir. Bəli, axıntı davam. Çirkli deyil. Çirkli deyil. Ağmayır. Amma sulu maye şəklində olur. Bəs burnunu bu şəkildə qaşıyırmı? Uğur xan, burnunu bir dənə göstər, necə qaşıyırsan? Belə, bəs belə qaşıyırsan burnunu bu şəkildə? Ay sağ ol. Bəli. Bu qaşıntı bizə allergik riniti göstərir və o qədər çox, bir də mənə bax, aferin. Bax bu qədər çox qaşınır ki, bax bu hissədə belə xətt düşür. Burada allergik rinitin göstəricilərdən biri də bu xəttin olmasıdır. Xüsusilə biz valideynlərə həmişə bunu göstəririk ki, yəni belə bir şikayətlər varmı? Xüsusilə burun qaşıntılarda bunlara diqqətli olursunuzmu? Və uşaqda həqiqətən də burnu qaşı deyərkən görürük ki, bu şəkildə allergik salam deyirlər buna, allergik marş deyirlər. Bu şəkildə qaşıntı varsa, demək ki, bu allergik rinitin bir göstəricilərdən biridir.